Bismillahirrahmanirrahim. Sualımız bundan ibarətdir. Ramazan ayında sübh azanına qədər cənabətli halda, yəni boynuna qusul gələn halda qalmaq orucu batil edirmi? Bu sualın cavabında biz bir neçə məsələyə gərək diqqət eləyək. Birincisi budur ki, əgər bir şəxs bilərəkdən cənabətli halda qalarsa, bu zaman onun orucu batildir. Ayətullah Xamneynin nəzərinə əsasən. Ayətullah Məkarim Şirazinin nəzərinə əsasən ehtiyat vacibə görə onun orucu batildir. Ayətullah Sistani Həzrətlərinin nəzərinə əsasən isə belə buyurulur. Əgər cünub olan şəxs, yəni boynunda qusul olan şəxs, Ramazan ayında qəsdən sübh azanına qədər qüsl eləməsə və ya vəzifəsi təyəmmüm olan halda qəsdən təyəmmüm etməzsə, gərək o günün orucunu tamamlasın, başqa bir günü də oruc tutsun. Yəni Ramazan ayından sonra başqa bir gündə həmən günün əvəzində bir oruc tutsun. Həmin günün də qəza və ya cəza orucu olması məlum olmadığından həm o günün orucunu Ramazan ayından, həm də o günün yerinə tutacaq orucu mafiz zimmə, yəni öhdəsində olan, boynunda olan qəsdi ilə tutmalı, qəza niyyəti də etməməlidir. Əgər şəxs bilərəkdən yox, unutqanlıq üzündən cənabətli halda qalarsa, sübh azanına qədər, onda necə? Əgər Ramazan ayında sübh azanına qədər qüslu unudarsa, cünub halında sübh edərsə, yəni boynunda qüsul olan halda sübh edərsə, o günün orucu səhihdir, yəni doğrudur. Amma əgər bu unutqanlıq bir neçə gün çəkərsə, gərək unutduğu günlərin qəzasını yerinə yetirsin. Əlbəttə, namazları hər bir halda batildir. Bu Ayətullah Xamneynin nəzərinə əsasəndir. Əgər cünub, yəni boynunda cənabət qüslu olan şəxs Ramazan ayında qüslunu unutsa və bir gündən sonra yadına düşsə, gərək o günün orucunun qəzasını tutsun. Əgər gün ərzində yadına düşsə, gərək həmən günü tamam eləsin və ehtiyat vacibə əsasən onu qəsd-i qürbətlə yerinə yetirsin. Yəni, Allaha yaxınlaşmaq qəsdi ilə. Və başqa bir gündə qəsd-i qürbət ilə o orucu yenidən tutsun. Əgər bir neçə gündən sonra yadına düşsə, yəqin bildiyi günlərin qəzasını tutsun. Məsələn, 3 ya 4 gün cünub olmasını bilməsə, yəni şəxs bilmir ki, 3 gün cünub halında oruc tutub, ya 4 gün. Bu halda yəqin bildiyi gün 3 gün olduğuna görə gərək 3 günün qəzasını tutsun. Ayətullah Sistaninin nəzərinə əsasən. Ayətullah Məkarim Şirazinin nəzərinə əsasən isə, əgər bir şəxs unutqanlıq üzündən sübh azanına qədər cünub halında qalarsa, o zaman ehtiyat vacibə əsasən orucu batildir. İndi əgər bir şəxs sübh azanına qədər cünub halında qalarsa və bu hal bilərəkdən olmasa, onda necə? Məsələn, Ramazan ayı gecəsində yuxuda ikən boynuna qüsul gələrsə, yəni möhtəlim olarsa və sübh azanından sonra yuxudan oyanarsa, onun orucu səhihdir, yəni düzgündür. Və belə bir şəxsin dərhal qüsl eləməsi də vacib deyil. Belə bir şəxs namaz üçün qüsl edəcək.